Bildim brat, mən səni başa düşürəm, amma sən də məni düzgün başa düş də qardaşım. Mənim bir işdə ki, ən azı 10.000 xeyrim yoxdur, mən o işdə yoxam, o işə heç vaxt əl qoymaram brat. Yəni ən azı 10.000 xeyrim varsa, nə desəm başım gözüm üstə. Yəni 10.000-dən aşağısa brat, yəni tərpənməyinə dəymir qardaşım, yerindən tərpənməyinə dəymir. Ay usta, bildim sən bunu düzəltmirsən. Bu yenə xarab oldu axı. Bu mən neyniyəm? Bu mən nə başıma çarə qılım axı? Bu dəqiqədə bir xarab olur. Nə qədər xərci var bunun? Nə qədər? Yox, da mən bunu satım getsin də onu deyirəm, başıma bəli oldu mənim, sən öyle. Belə başqa nə var mı yox? Neyinsən, salamatsıqdır. Problemimiz adın yoxdur ki, yəni varsa denə, nə utanma, ölməmişəm ki, qardaşın ölmüyor. Şükür Allah, brat, məndə hər şey həmişə kim bomba kimi, vəziyyət zordur. Əladır, brat, hər şey. Qaqa, 20.000 nə puldur? 20.000 puldur, sən öyle 20.000 puldur. Yoxsa bizdə pul yoxdur da qardaşım, bizdə yoxdur. Amma cəmaatda var ya, brat, hardan qazanırlar bilmirəm, sən o. Heç nə, brat, işə gedib gəlirəm özüm üçün. Mənə nə lazımdır? Sakit gedib sakit gəlirəm, çörəyimi qazanaram. Min şükür, brat, bu gün də min şükür.